Cennet istəyirsən, salih əməllərlə məşğul ol. Cemaatın eybini açmaqdansa eybini ört. Birinin nöqsanını üzünə vurmaqdansa onu islah elə. Yaxşı davran. Hansısa bir eybi aradan qaldırmağa çalışsan da belə. Kim cənnət istəsə, xeyir əməllərə çalışsın. Kim odu, alovu və cəhənnəmi istəmirsə, dünyada şəhvətdən imtina eləsin. Şəhvani qərəzlərdən imtina eləsin. Yəni, hər bir şəhvət orada bir otdur. Hər bir xeyir əməl orada bir cənnətdir. Həyatımızın bir hissəsi etməyək dinimizi, bütün həyat gözündə baxmalıyıq biz. Kim ölümün rəqib olduğunu duysa və hiss eləsə, hər bir ləzzət gözündə acıya çevrilər. Ləzzət istəməz, dünyada heç bir şey istəməz. Ölümü kölgə kimi görən insanlar. Nə üçün İslam bu qədər ölüm düşüncəsini insan üçün çox vacib hesab edir? Çünki bu təfəkkürlə formalaşan insanın davranışları nurlaşır. Ən azı ədalətə riayət edir. Ölümü düşünən insan, ölümü anlayan insan, ölümü hiss edən insan ixtisası nə olur olsun, ən az ixtisasında vicdanlı olacaq. Əgər doğrudan o ölümü anlayırsa və dəqiq düşünürsə və hər kim dünyaya rəğbətsiz olsa, Allah Rəsulü buyurur sallallahu aleyhi və aleyhi, dünya onu nə qədər çətindən çətinə salsa belə, yenə də onun üçün hər şey asan gələcək. Qorxmayacaq, böyük bir insan olacaq. And olsun Allaha, bu dəyərlər bir vücudda cəmləşəndə o qədər böyük bir insan olur ki, tək canına bir ümmət olur. Bəzən böyük bir ümmət, 10.000 insan toplumu bir insanın əxlaqını verə bilmir.